Hər kəsə salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz çoxhədlilərdir. Biz keçən dərs artıq birhədləri tanıdıq və birhədlilərin cəbri cəminə çoxhədli deyəcəyik. Bir dənə nümunə yazacağım burada. Məsələn, 6x-in kubu çıxılsın 5x y-in kubu üstə gəlinsin 3. Bu çoxhədlidir uşaqlar, çünki onun tərkibindəki hədlər hər biri birhədli sayılır. Adicə, məsələn, hər hansı bir ədəd olsun 5. 5 də bir çoxhədlidir. 5x-in kvadratı da çoxhədlidir. Bunlar da bir növ çoxhədli sayılır. Çoxhədlinin əmsallarına baxaq. Birinci yazdığım ilə nümunədə çoxhədlinin əmsallarına baxaq. Birinci 6-dır. X kubunun yanında gələn. İkincidə y kubunun yanında gələn -5. Üçüncüdə isə 3-dür. Yəni, bunun digər adı da sərbəst həddir uşaqlar. Həm də əmsal sayılır. Sərbəst hədd, həm də əmsal. Sərbəst hədd nədir? Dəyişənsiz hissədir. Baxın, 3-ün yanında heç bir hərf yoxdur, dəyişən yoxdur. Biz ona sərbəst hədd deyirik. Sonra gəlir çoxhədlinin dərəcəsi. Uşaqlar, çoxhədlinin dərəcəsi deyəndə biz onun tərkibindəki birhədlilərin dərəcəsinə baxacağıq. Baxın, 6x-in kubunun burada dərəcə neçə görsənir? 3 görsənir. X, y kub dərəcə 4 görsənir. Sərbəst həddində dərəcəsini 0 yazmırıq. İndi bizə lazımdır dərəcəsi ən böyük olan bir hədli. Dərəcəsi ən böyük olan bir hədli, baxın, 5x, y kubu, yəni 4-dür. Biz qəbul edirik ki, çoxhədlinin dərəcəsi 4-dür, yəni dərəcəsi böyük olan seçilir. Başqa bir nümunə yazaq, tutalım. 12 ABC çıx 5 z üstü 4. Uşaqlar, birinci bir hədliyə baxırsınız, nədir? Dərəcəsi 3-dür. İkincidən dərəcə 4-dür. Bizə ən böyük lazımdır. Burada da cavab olacaq 4. Çoxhədlinin standart şəkli. Çoxhədlinin standart şəkli. Uşaqlar, bir dənə nümunə yazacağım. Onun üzərində danışacağım sizinlə. Baxın, belə olsun. 6x y-in kvadratı üstə gəlinsin 7x, üstə gəlinsin 3x y kvadrat, çıx 5x, üstə gəl 4 bərabər. Uşaqlar, əvvəlcə keçən dərsdə yadımıza salaq nəyi? Oxşar birhədliləri. Oxşar birhədlər nə idi? Sadəcə əmsalına görə fərqlənənlər idi. Biz oxşar birhədləri toplayıb çıxa bilirik. Məsələn, mən oxşar birhədlər deyəndə 6x y kvadratı ilə 3x y kvadratı nəzərdə tuturam. Bunları topladım, elədi 9x y-in kvadratı. Sonraki oxşar birhədlər 7x çıx 5x-dir. Bunları da çıxdım, elədim müsbət 2x. Başqa yoxdur da oxşar birhədli. Bir də ədəd var burada 4. Baxın, bu qədər. Yəni ki, standart şəklə gətirmək üçün siz orada oxşar birhədləri tapmalısınız. Mütləq və mütləq. Daha sonra burada keçəyin müxtəsər vurma düsturlarına. Ondan əvvəl biz çoxhədlinin çoxhədliyə vurulmasından danışmadıq. Onu da qeyd edək. Gəlin yazaq çoxhədlilər üzərində əməllər. Yəni toplamanı danışdıq, çıxmanı elə burada da standart şəklin içərisində gedir. Bir də var idi vurma, yəni hasil. Bu necə idi uşaqlar? Çoxhədlilərin vurulması yazaq. Mötərizədə də hasil olsun. Uşaqlar, mən müəyyən variantlar qeyd edəcəm. Onlar üzərində danışacağım. Birincisi, ədəd vuraq çoxhədli. Bir dənə ədəd götürəyin, məsələn 5. Bir dənə də çoxhədli götürəyin, məsələn 7a çıx 9b üstə gəl 10. Ədədi çoxhədliyə vurmaq üçün hədd bə hədd mötərizə daxilindəki bütün hədlərə vuracaqsınız. 5-i birinci mötərizədəki 7a-ya vurdum. 5 7-nin 35a. 5-i -9b-yə vurdum. Bu da neçə elədi? -45b. Sonra keçirəm 5-i 10-a vurdum. Bu da elədi müsbət 50. Yəni, ədədi mötərizədəki bütün hədlərə bircə vurdum. Bu birinci qaydamızdır. Keçəyin ikinciyə. İkincidə artıq çoxhədlinin çoxhədliyə vurulmasıdır. Bunu necə vururuq? Buradan olsun, deməli, olsun 3x vurulsun 4x-in kubu üstə gəl 5y. Bərabərdir. Eyni qaydada uşaqlar, hədd bə hədd vururuq. 3x-dən başlayaq. Nəyə vuraq? Birinci 4x kubuna. Eləyəcək 3 4-ün 12, x-in üstü 4. İndi 3x-i vuraq 5y-ə. Bu da eləyəcək 15. Bir dəyişənlər nə idi? X-dən y yazdıq. Yəni, hədd bə hədd ikisinə də vurdum. Bayaqçı kimi uşaqlar heç bir fərqli bir şey etmədik. Sonra ikinci olsun
belə bir çoxhədli 3A üstə gəl 4 vurulsun 2A çıx 5 bərabərdir. Bu dəfə fikir verirsinizsə, birinci də artıq bir dənə hədd yox, 2 dənə hədd var. Amma eyni qaydanı işlədəcəyik burada. Yəni 3A-dan başlayaq. Baxın 3A. Hədd və hədd digər mötərizdəki ədədlərə vuracam. 3A-nı vuracam birinci 2A-ya. Elədi 6A kvadrat. 3A-nı vuracam mənfi 5-ə. Elədi çıx 15A. Sonra keçirəm 4-ü. 4-ü vuracam 2A-ya. Elədi müsbət 8A. 4-ü vuracam mənfi 5-ə. Elədi mənfi 20. Bərabərdir. İndi oxşar hədləri toplayıb çıxacam. 6A kvadratını saxladım. Sonra çıxılsın 15A, üstə gəlinsin 8A var burada. Bu deyilir mənfi 7A. Bunların üstündən belə xət çəkək. Çıxılsın bir də qaldı 20. Baxın bu qədər uşaqlar. Ən sadə hala gətirdik. Maraqlı dərslərdir uşaqlar. Sonra burada misallar yazaq. Bir dənə misal qeyd eləyəcəm. Ay, çox getdi. Misal. Topulda da çox düşür uşaqlar. Çox qarşılaşdığımız sual tiplərindən biridir. A parametrinin hansı qiymətində x kubu üstə gəlinsin 2x kvadratı üstə gəlinsin 5x. Bu birinci mötərizə. İkinci mötərizədə də olsun 2x çıx A. Bu çoxhəllinin standart şəkildə yazılışında x kubunun əmsalı 0 olar. 0 olar. Uşaqlar, əvvəlcə standart şəklə gətirək. Standart şəklə gətirmək üçün bayaq mən keçdim. Çoxhəlliyə vurmalısınız. Baxın, ortada vurma əməlini siz də tapmalısınız. Yazağım belə. Birinci köçürəyin hansı çoxhəllidir? Üstə gəl 5x vur 2x çıx A. Bərabərdir. İndi hədd və hədd başlayağım birinci x kubundan. Hədd və hədd vuracam. X kubunu 2x-a eləyir 2x üstü 4. X kubunu A-ya, özdə mənfi A-ya. Mənfi A x kubu. Qaldı. Sonra keçirəm 2x kvadratına. 2x kvadratını 2x-ə vuranda elədi 4x kubu. 2x kvadratını mənfi A-ya vuranda mənfi 2ax kvadrat. Sonra keçirəm 5x-a. 5x-ı 2x-ə vuranda müsbət 10x kvadrat. 5x-ı mənfi A-ya vuranda mənfi 5ax. Uşaqlar, standart şəkildə yazılışı budur. Bizə deyir ki, x kubunun əmsalları. Birinci gəlin, x kubundan o tərəflərə ataq. Bax, mənə bu lazım deyil. Mənə bu da lazım deyil, bu da lazım deyil, bu da. Aha, nələr qaldı? Qaldı mənfi ax kubu. Bir də plus 4x kubu. Niyə bunları götürdüm? Çünki mənə deyir x kubu. X kubudursa mən x üstü 4-ü neyinirəm? Lazım deyil axı. X kvadratını və yaxud neyinirəm? O da lazım deyil. Mənə lazım olanlar budur. İndi bunları x kubunu ortaq vurub kimi çıxardaq çölə. Qabaqda nə qalacaq? Mənfi a plus 4. Bu qaldı. Siz də bilirsiniz, əmsal nədir? Dəyişənin qabağında duran. Yəni x kubunun qabağında nə durub? Mənfi a plus 4. Bu deyir bərabərdir 0. Özü deyir. Ha, mən demirəm. Baxın, 0 olar deyir. Mən də 0 elədim. Bəzən uşaqlar deyir ki, mənim a-da dəyişəndir. Uşaqlar, burada sizə şərtin başlanğıcında deyib a parametrdir. Parametr yəni rəqəm deməkdir. Siz onu tapırsınız. Yəni burada mənfi a plus 4 əslində bir rəqəmdir. İndi onu tapacağıq. Yəni alınır mənfi a bərabər 0 çıxaq 4 mənfi 4. A da bərabər müsbət 4. Mənfiyə böldüm. Yəni cavab budur uşaqlar. Yəni A-nın hansı qiymətində? Cavab 4 qiymətində. Doğrudur. Davam eləyək uşaqlar. Müxtəsər vurma düsturlarım. Maraqlı dərsdir. Məncə gözünüzdə bunu böyütməsəz yaxşıdır. Çünki həqiqətən düsturları yaxşı biləndən sonra tətbiqi qalır bir də. O da çoxlu sual işləməklə asılıdır. Müxtəsər vurma düsturlarım. Uşaqlar, birinci düsturumuz budur. A üstə gəl B-nin çoxu kvadratı. Bərabərdir. Çalışın sözlə öyrənin. Əzbərləyəndə o qədər də yadda yaxşı qalmır, tez çıxa bilir. Amma sözlə öyrənəndə yaxşı olur. Baxın, A birinci həddir, B də ikinci həddir. Deməli, necə açılır? Birincinin kvadratı, yəni A kvadratı olur. Üstə gəl.
Birinci ile ikincinin hasilinin iki misli. Yəni 2AB. Üstəgəl ikincinin kvadratı, yəni B-nin kvadratı. Açılış budur uşaqlar. Həm sözlə dedim, həm də yazdım. Sonra bir də A çıxaq B-nin kvadratı. Bərabərdir. Yenə birincinin kvadratı çıxaq. Birinci ilə ikincinin hasilinin iki misli. Üstəgəl B kvadrat. Fikir verin, bir dənə toplama çıxma işarəsinə görə fərqlənir bu düstur. Bu da belə. Bir dənə gəlin nümunə yazın burada, hesablayaq onu. Deyir ki, 2y çıxılsın 2x-ın çöl kvadratını hesablayın. Əvvəlcə siz burada A və B-ni təyin eləməlisiniz. Çıxmadan əvvəlki olur uşaqlar A, yəni A2y-dir. Çıxmadan sonra olur B, B də yəni 2x-dir. İndi yerinə qoyaq. Bu düsturda yerinə qoyacağım. Düstur deyir ki, birincinin kvadratı, yəni A, 2y-in kvadratı. Çıxılsın. 2 vuraq A, yəni 2y, vuraq B, yəni 2x. Üstə gəlinsin ikincinin kvadratı, yəni B, 2x-in kvadratı. Bərabərdir. İndi qaldı bizi hesablamaq. 2y-in kvadratı eləyir 4y kvadrat. Çıx. 2-ni 2-yə, 1 də 2-yə vuranda eləyir 8x y plus 4x kvadrat. 2x-in kvadratı eləyir 4x kvadrat. Uşaqlar, bu qədər açdıq. Yəni sadə sual idi. Sadəcə olaraq mən nə etdim? A və B-ni təyin elədim. Ondan sonra artıq gerisi gəlir. İkinci düsturumuz. Bunu böyüdüm, keçirdim. 2. İkinci düsturumuz belədir uşaqlar. A kvadrat üstə gəlinsin B kvadrat. Buna biz köməkçi müxtəsər vurma düsturda deyirik. Çox istifadə elədiyimiz düsturlardandır. Bu düstur iki cürə açılır. Ona görə mən ikisini də burada yazım. İki açılışı da bilməlisiniz. Çünki sualda yəni hansı işimizə yarayırsa ondan istifadə edəcəyik. Birincisi belədir. A üstəgəl B-nin çöl kvadratı çıxılsın 2AB. Bir də A çıxılsın B-nin çöl kvadratı üstə gəlinsin 2AB. Fikir verirsiniz, bir tərəf çıxma olanda o bir tərəf mütləq toplama olmalıdır. Bir dənə sual üzərində danışaq bundan. Məsələn, A üstə gəlinsin 1 bölü A-nın yox, belə deyil. Belə yox. Belə olsun. A kvadrat üstə gəl 1 bölü A-nın kvadratı. Bu uyğundur artıq bu suala. Necə olsun? Bunun açılışım. Uşaqlar, A və B-ni təyin edirik yenə. A toplamadan əvvəlkidir, yəni A. B isə toplamadan sonrankidir, yəni 1 bölü A. İndi düstur deyir ki, toplamanın kvadratı çıxılsın 2AB. Yəni yazaq. Birinci belə açılar. Birinci üstə gəl ikinci, yəni A üstə gəl B. Çöldə də kvadrat var, düsturun kvadratı da. Çıxılsın 2 vuraq A, vuraq B. Axı B-nin vəzifəsi də B deyil, 1 bölü A-dır. Mən də yazıram 1 bölü A. Tamam cavabı yazsam A plus 1 bölü A-nın çöl kvadratı minus A-lar getdi, qaldı 2. Bu düstur toplama ilə belə açılır. Bir də baxın bu düsturla açdım. Bir də aşağıdakı düsturla onda belə açılar. A çıx 1 bölü A-nın kvadratı plus 2. Fikir verin. Sadəcə olaraq işarələr dəyişsəydi yeni eyni düstura gəlir. Eyni cavabı da verir uşaqlar. Bu da belə. Müxtəsər vurma düsturlarının bu kvadratlar cəmi deyilir. Keçək üçüncü düsturumuza. Üçüncü düsturumuz kvadratlar fərqi adlanır. A kvadrat çıx B kvadrat. Birinci çıx ikinci, vuraq. Birinci üstə gəlinsin ikinci. Uşaqlar bu düsturu çox sevirlər. Məncə də yəni rahat düsturdur əslində. Məsələn, belə bir sual olsun. 9n-in çöl kvadratı minus 6m-in çöl kvadratı bərabərdir. A və B-ni təyin eləyək. A 9n-dir, B 6m-dir. Düstur deyir ki, bir dəfə çıx, bir dəfə topla. Mən də yazacağım. Bir dəfə çıxdım, A çıx B, bir dəfə də topladım, yəni A topla B. Bu qədər uşaqlar, o tərəfə də getmirsiniz. Yəni burada da saxlasaq kifayətdir. Dördüncü, kublar cəmi. A kubu üstə gəl B kubu. Bərabərdir. Necə açılır? Bir dəfə də çıxmasını yazaq. A kubu çıx B kubu. Toplamada belədir. Birinci mötərizə toplama ilə başladım. Sonra A kvadrat çıx AB plus B kvadrat. 2AB yox ha uşaqlar. Bəzən 2AB ilə yazırlar, qarışdırırlar. Amma çıx AB-dir. Çıxma, yəni kubların fərqi necə olacaq? Birinci çıxma gələcək. O biri tərəfləri isə hamısı toplamadım.
Çalışın, müqayisə eləyərək öyrənin. Baxın, bunları bir-birinə müqayisə eləyəndə sadəcə işarə fərqləri var. Heç bir dəyişən fərqləri yoxdur. Diqqət eləyin. Məsələn, sualımız belə olsun. Olsun x-in kubu üstə gəlinsin 2y-in kubu bərabərdir. Kublar cəmi necə açılır? Deyir, birinci A və B-ni təyin elə. Bu A-dır, x, 2y də B-dir. Açalım. A üstə gəl B, yəni x üstə gəl 2y. Vurulsun A kvadrat, yəni x kvadrat. Çıxılsın AB, yəni 2xy. Üstə gəlinsin B kvadrat. Uşaqlar, 2y-in də çöl kvadratı 4y kvadrat eləyir. Məncə promoyu yaza bilərəm, çünki artıq başa düşürsünüz. Bayaqda əslində onu demişdim. Baxın, tapmışdım bunun cavabını bayaqda. Əgər diqqətli olsanız bilərdiniz. Sonra ən son cəmin kubu, fərqin kubu, bu düsturlarımız qalıb. 5-ci yazağım 5. A üstə gəl B-nin kubu, bir də A çıxaq B-nin kubu. Ən yaddan belə tez çıxan düsturu budur, mən elə düşünürəm uşaqlar arasında. Bu düstur necədir? Birincinin kubu üstə gəlinsin. 3 vuraq birincinin kvadratı, vuraq ikinci. Üstə gəlinsin. 3 vuraq birincinin kvadrat, birinci vuraq ikincinin kvadrat. Ucu bir dəfə yazdıq birincinin kvadratı, da ikinci dəfə yazdığımız ikincinin kvadratı olacaq. Üstə gəlinsin ikincinin kubu. Eyni qaydada birincinin kubu çıxılsın. Birincinin kvadratını ikinciyə vurub bir də 3-ə vuracaqsınız. Üstə gəlinsin 3AB kvadratı, bir də çıx B kubu. Bu düsturları əzbərə bilməlisiniz uşaqlar. Həm də tətbiq eləməliyik. İndi tətbiq eləmək üçün bir dənə nümunə yazaq. 2x çıxaq 4-ün kubu bərabərdir. A hansıdır? 2x. B hansıdır? 4. Düstur deyir ki, A-nın kubu, 2x-in kubu yazdım. Üstə gəl. Çıxmadısa biz də çıxma ilə gedək. Çıxılsın. 3 vuraq. 3 vuraq. Deməli, nə olsun? A-nın kvadratı, 2x-in kvadratı vur B. B yəni 4. Üstə gəl. 3 vuraq. 2x vur 4-ün kvadratı. Çıxılsın 4-ün kubu. Bərabərdir. İndi gəlin hesablayaq. 2x-in kubu eləyir 8x kubu çıxaq. Deməli, 3-ü vurmalısınız 4-ə, eləyir 12. 12-ni də vurmalısınız 4x kvadratına. Yəni 48x kvadratı. Üstə gəl. 3-ü vurmalısınız 16-ya, 10 da vurmalısınız 2-yə, yəni 96. Yanında da x var, yazdım. Çıxılsın 4-ün kubu da 64. Bu qədər uşaqlar. Bu fərqin kubu düsturuydu. Hər bəttə deyəsən 2 dənə düstur yazdıq da elə oldu. Baxın, qeyd eləyin. Çoxhədlər mövzusu bu qədərdir uşaqlar. Bu mövzu bizə çoxhədlinin vuruqlara ayrılması dərsində çox kömək olacaq. Ona görə müxtəsər vurma düsturlarını yaxşı öyrənin. Biz çoxhədləri vuruqlara ayıranda bu düsturların hər birindən istifadə edəcəyik. Uşaqlarım, bir mövzu izahımızın da sonuna gəldik. Gələn mövzularda görüşənədək özünüzə yaxşı baxın. Hələlik.